Qiyamət günü günahkar bir bəndə hesab üçün gətiriləndə o günahlarının çoxluğundan ağlayacaq orada. Ona deyiləcək ki, niyə ağlayırsan? Cavab verəcək ki, qiyamət səhnəsi ümumi səhnədir, insanların hamının iştirak elədiyi səhnədir. Deyir, mən rüsvay olacağam, insanlar mənim günahlarımı görməsindən, rüsvay olmağın qorxusundan ağlayır. Allah ona belə buyurur ki, sən dünyada günah edirdin, amma gülürdün. Mən səni o dünyada rüsvay eləmədim, sənin günahlarını, çirkin əməllərinin üstünü örtdüm. Amma indi sən burada ağladığın təqdirdə, səncə mən onu insanlara faş edib göstərərəm. Allahın rəhməti o qədər genişdir, bəlkə də bəzi rəvayətləri insan oxuyanda, bəzi hədisləri insan oxuyanda deyir ki, dayı, heç nə eləməyim deyilər. Allah, yəni o qədər insana ümid verir. Qiyamət günü Allah öz rəhmətini o qədər geniş yayacaq ki, İmam Sadiq əleyhissalamdan, hətta iblis belə ümidlənəcək. Allahın rəhməti sonsuzdur, rəhmət qaynağıdır. Bizim ümidimiz hər zaman Allahın rəhmətinə var. Hər zaman. Amma bir şeyi unutmayaq ki, Allahın rəhməti orada üzülür. Ki, Allaha haqq şərik qoşanlar, onu tövhid məsələlərində, onu şirk əhlini olanda ona qarşı ola bilər ki, o rəhmət qaynağından məhrum qalır. Yəni Allah bu qədər peyğəmbərin, imamın hədislərini deməyə odur ki bizlərə, Allahın rəhmətinə güvən. Sən çətində də olsun, sıxıntıda da olsun, Allahın rəhməti yaradıbsa səndəndir. Qoymaz həlak olasan. Valideyn sənsə övladının gələcəyini düşün, amma sən onu əmanət verib onun sənə. Əsas baxıcısı Allah. Onun rəhmətinə güvən. Biz Allahın rəhmətinə güvənmədiyimiz təqdirdə, Allahın rəhmətinə güvənmək bütün nemətləri insana gətirər. Əlbəttə mənəvi. Amma dünyanın nemətləri üçün də yenə də Allahın rəhmətinə ehtiyacımız var ki, Allahın verdiyi o ruzilərdən bizlər üçün nazil elədiyi hər şeydə rəhmət var. Çünki hər şeydə bir insana bir xeyir, təbiətə bir faydası var. Rəhmət budur. Ehtiyacların ehtiyacını tam bütöv şəkildə ödəyir. Əgər mən ala bilmirəmsə, günah məndədir. Rəhmət, ilahi rəhməti bunun sonu deyim, ilahi rəhməti Rəhman sifətin bir sistem kimi düşünək. Bir sistem kimi düşünək bu dünyada, sistemdədir. Əgər mən o sistemi düzgün icra eləyə bilirəmsə, düzgün qayda qanunun bilirəmsə, bütün ruzilər, maddi olan ruziləri verib Allah. Mən istəməmişdən qabaq verib. Mənə nə ehtiyacdır, artıqlaması ilə verib. Mən onu dəyərləndirmək üçün ondan necə istifadə edə bilərəm, bilməliyəm. Allah hamd verək öz izzət-i cəlalına. Allah bizləri bu rəhmət ayında, ki Ramazan ayda rəhmət ayıdır, və bu cümə günündə, bu həm mübarək ayda, həm mübarək gündə bizləri öz rəhmətindən binəsib eləməsin. Bizlərin ailəmizi, sevdiklərimizi öz rəhmətində, öz pənahında saxlasın.